Yunus Peyğəmbərin əlaməti. Cəmaat onun ətrafına yığılanda İsa danışmağa başladı. İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, bəşər oğlu da bu nəsil üçün belə olacaq. Cənub mələkəsi qiyamət günündə bu nəslin adamları ilə birgə qalxıb onları məhkum eləyəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük olan buradadır. Nineva xalqı qiyamət günündə indiki nəsillə birgə qalxıb bu adamları məhkum eləyəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə eləmişdilər. Budur, Yunusdan daha böyük olan buradadır. Bədənin çırağı. Heç kim çırağı yandırıb onu gizli yerə yaxud da qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər. Bədəninin çırağı gözündür. Gözün sağlam olanda bütün bədənin də nurlu olur. Gözün zəif görəndə isə bütün bədənin də qaranlıq olur. Beləliklə diqqət elə ki, səndəki nur qaranlıq olmasın. Əgər sənin bütün bədənin nurlu olub, heç bir yerdə qaranlıq qalmırsa, çıraq sənə öz nuru ilə işıq saçdığı kimi, bədənin də tamamilə nurlu olacaq. Vay halınıza! İsa bunları deyib qurtaranda fariseylərdən biri onu evinə yeməyə dəvət elədi. O da içəri girib süfrəyə oturdu. İsa'nın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi. Lakin Rəbb ona dedi, İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub. Ey ağılsızlar! Zahiri yaradanla daxili yaradan eyni deyilmi? Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiz. Onda sizin üçün hər şey təmiz olar. Vay halınıza ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməliydiniz. Vay halınıza ey fariseylər! Sinagoglarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz. Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız. Qanunşünaslardan biri İsa'ya cavab verdi. Müəllim, sən bunları deməklə bizi də təhqir edirsən. İsa da belə dedi. Elə sizin də vay halınıza ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz. Vay halınıza! Çünki peyğəmbərlərə məqbərələr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülər. Beləliklə, siz ata-babalarınızın elədiklərinə şahidlik eləyib bəyənirsiniz. Çünki onlar peyğəmbərləri öldürüb, sizsə onlara məqbərələr tikirsiniz. Buna görə də Allahın hikmətində belə deyilir. Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm. Onların bəzisini öldürüb, bəzisini isə təqib eləyəcəklər. Beləcə bu nəsil dünya yaranandan bəri, Habilin qanından tutmuş, qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər, bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, mən sizə deyirəm, onun üçün bu nəsil məsuliyyət daşıyacaq. Vay halınıza ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz. İsa oradan çıxanda ilahiyyatçılarla fariseylər ona çox təzyiq göstərərək bir çox məsələlər barədə onu sorğu-suala tutmağa başladılar. Onlar fürsət axtarırdılar ki, İsa'nın ağzından çıxan bir sözlə onu təliyə salsınlar.